Biz gecə yatmaq üçün yaranmış canlılarıq. Elə canlılar var, gecə həyatına uyğunlaşdır. Məsələn, yarasalar, onlar gündüz yatırlar, gecələr uçurlar. Və əgər gecə biz bu sistemi pozuruqsa, hətta 1-2 saat belə pozsaq belə, orqanizmdə ciddi geri dönməz proseslər yaranır. O cümlədən beynin fəaliyyətini, ilk növbədə beynin fəaliyyətini pozur. Həmin adamın düşüncələri, hərəkətləri qeyri-adekvat olur, anormal olur, başqa sözlə desək. Bizim səhərdən axşama qədər gördüyümüz bütün informasiyalar, bizə rast gələn bütün informasiyalar hipokampa toplanır. Biz yatarkən həmin hipokampdakı informasiyalar beyin tərəfindən təhlil olunur. Əgər bu informasiya əhəmiyyətlidirsə uzun müddətli yaddaşa keçir, əhəmiyyətsizdirsə qısa müddətli yaddaşdan silinir. Biz əgər informasiyalar toplayırıq, qısa müddətli yaddaş dolubsa, artıq bizim qavramımız da pozulub, oxuduğumuz mətn də yadımızda qalmır. Sonra deyirik ki, yaddaşımız pisdir. Bu boşalmalıdır ki, bizə yeni informasiyalar olsun. Ona görə də tələbələrə mən nə tövsiyə edirəm? Günorta yarım saat yatın. Abituriyentlər imtahana hazırlaşırlar. Sutkanın 25 saatını oxuyurlar az qala. Yəni sutkada bu qədər oxumaq keyfiyyətsizdir, faydalı işlem salını azaldır. 8 saat yatsaz və günorta yarım saat siesta yuxu deyirlər. Onu eləsəl, sizin beyniniz daha keyfiyyətli işləyəcək, oxuduğunuz mətnin yadınızda daha yaxşı qalacaq.